Xalq artisti Cavan Zeynalının səhhətində problem yaranıb. Bunu aparıcı Mətanət Əlverdiyeva Xəzər axşamı verilişində deyib. O bildirib ki, sənətçi səhhətində yaranan problemlə görə proqrama gələ bilməyib. Cavan Zeynallı verilişimizdə olmalı idi. Özünü nasas hiss etdiyi üçün gəlmədi. Allah ona ömür versin. Gələn verilişlərdə Cavan müəllimi burada gözləyirik. Hardan tapdın bu paltarları? Tez iclasa gecikirəm, min. Amerika Birləşmiş Ştatlarında yaşayan jurnalist Qənirə Ataşova Amerikada tibb təhsili alan oğlunun Bakıda xoşagəlməz hallarla qarşılaşması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Jurnalist oğlunun Azərbaycana elmi təcrübə toplamaq məqsədi ilə gəldiyini, lakin burada yaxşı münasibət görmədiyini iddia edib. Oğlum Azərbaycana mübahisə yaratmaq üçün yox, öyrənmək üçün getmişdi. Amerikada tibb oxuyan, gələcəkdə beyin cərrahı olmaq istəyən bir gənc kimi vətənində təcrübəli həkimin əməliyyatlarından elmi iş yazmaq istədi. Amma Bakıda ona dəstək olmaq əvəzinə divan tutdular.